Salam müəllimlər və abituriyentlər. Bugün biz sizlə proqramlaşdırma bölməsindən belə bir maraqlı sualın izahına baxarıq. Deməli, sətir tipləri verilibdir, gördüyümüz kimi burada və sətirləri toplayarkən sətir tiplərində verilmişləri biz nə etməliyik? Yanaşı yazmalıyıq. Yəni A üzərinə gəlirik B-ni, üzərinə də əlavə edirik C-ni. Bunların hər birini yanaşı yazırıq. Count nə edirdi? Tələb edilənin sayını bizə qaytarırdı. P-yə qiymət olaraq birlərin sayını mənimsətməliyik. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, P-nin qiyməti oldu 8. Q-yə isə 2-lərin sayını qaytarmalıyıq. Hal-hazırda buradakı sətirdən də biz görürük ki, neçə ədəd 2-miz var? 4 ədəd 2-miz var. Deməli, birlərimizin sayı 8-ə bərabər oldu, ikilərimizin sayı isə 4-ə bərabər oldu. İndi gəlirik print bölümünə. Əvvəlcə nə edirik? Əvvəlcə burada diqqət edin, kvadrat mötərizənin daxilində verilibdir. Deməli ki, bunu açıq şəkildə yazıram hal-hazırda. M, Q-nun qiyməti neçədir? Görürük burada 4 və qoşa nöqtə. Fikir verin, ilk addım verilib, son addım verilməyib. Onda nə edirdik? İlkin özünü götürürdük. Son addım vermədiyi üçün sona qədər də davam etmək lazım idi. Burada isə nə edirik? P-nin qiymətini daxil etməliyik. P-nin qiyməti 8-dir. İlk addım verməyib, sonuncu addım 8-dir. Yəni 8-in özünü götürmürük. Artıq gəlib 7-ci addımda dayanırıq və bizdən nə tələb edilir? Sep metodu nə edirdi? Sepin daxilində nə qeyd edilirsə, həmin o sepin daxilindəkiləri biz burada tələb olunanları, yəni printdə nəyə ki çapa veririk? Hər birinin ara məsafəsində boşluqların əvəzinə sepin daxilindəkini daxil edirik. Burada STR Q üstəgəl STR P. Q-nun qiyməti 4-dür, P-nin qiyməti isə 8-dir. Sətir tipində olanları toplayarkən yanaşı yazmaq lazımdır. Deməli, sepin daxilində 4 və 8 var. İndi baxaq. Əvvəlcə Q-nun qiyməti 4 və 4-dən sonrakılar. Sıfırdan başlayıb nömrəliyək. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11. Dördüncümüz bizim deməli neçədən başlayır? 2-dən başlayır. Yazıram 2, 2 ədəd 1, yenə 2, 3 ədəd 1-imiz, sonra 2. Sep metodu hər birindən sonra yazılmalıdır. Burada oldu 48, burada isə 8-ə qədər. 8-ə qədər deyirsə artıq, buradan bu xətti silim. 7 özü daxildir, 8-incini isə götürmürük. Yəni, əvvəldən başlayırıq. 1, 2, 1, 1, 2, 1, 1, 2 və sep metodu heç vaxt sonuncudan sonra işləmir. Beləliklə, düzgün variantımız oldu Y variantı. Kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayın.